Salam aleyküm dəyərli izləyicilər. Sizə gözəl bir əmlak təqdim etmək istəyirəm. Əmlak Balakən rayonu Mahmalar kəndində yerləşir. Gözəl, səfalı bir yerdə. Dəyərli izləyicilər, haqqında danışdığım əmlak gördüyünüz bu yaşayış evi və həyətyanı torpaq sahəsidir. Əmlakın yerləşdiyi məkan çox gözəl, səfalı bir yerdir. Arxasında gördüyünüz dağlarla əhatə olunub. Birbaşa Mahmalar kəndinin baş hissəsidir. Buradan dağlara da yaxın bir məsafədə yerləşir. Gözəl havası, gözəl belə panoraması olan bir yerdir. Qəşəng bir yerdə yerləşir. Evə söz ola bilməz. Ev yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunaraq inşa edilmişdir. 2 mərtəbəli yaşayış evidir. Elə möhkəm şəkildə inşa olunubdur. Yəni mərtəbə arası beton tökülüb və gördüyünüz belə dəmir konstruksiyalardan açıq hissəsi dəmir konstruksiyalı belə turbalardan istifadə olunub, şivellərdən istifadə olunub. Çox möhkəm bir şəkildə tikilən yaşayış evidir. Həyətdə belə bir besetkası, yanında su saxlamaq üçün basenyası və digər tərəfdə sanitar qovşağı və həyəti də gördüyünüz kimi belə meyvə ağacları əkilibdir. Gözəl həyəti olan və arxa tərəfdə gözəl panoraması olan belə bir yer, belə bir düşmə bir yerdir. Belə yer satışa çıxarılıb və belə gözəl panoraması olan belə dağ təbiətli, dağ mənzərəli belə bir yerdə yaşayış evi axtaranlar üçün sürpriz bir yerdir. Dəyərli izləyicilər, mən daxil oluram evə, evin daxili görünüşünü sizə təqdim etmək üçün. Gördüyünüz bura balkon hissəsidir, 1-ci mərtəbənin. Belə balkonudur. Yəni yayda burada oturub çay içmağın xüsusi ləzzəti var. Gördüyünüz belə dağlarla əhatə olunub, belə gözəl mənzərədə oturub istirahət etmək hər kəsin arzusudur. Və buradan daxil oluram mən mətbəxə. Yəni balkondan mətbəxə birbaşa giriş var və digər tərəfdən də dəhlizə, yəni evin zal otağına girişi vardır. Gördüyünüz bura mətbəx hissəsidir, belə. Və buradan keçirik dəhliz hissəyə. Dəyərli izləyicilər, bu digər tərəfdən, yəni balkon hissəsindən girişidir otağa, belə. Gördüyünüz belə geniş dəhliz var burada. Divan yerləşdirilib və burada oturub televizoru seyr etmək olur. Burada sahibinin dediyinə görə bəzi əşyalar qalasıdır. Mətbəxdə mətbəx mebeli və digər bəzi əşyalar qalacaqdır. Yəni ev kombi sistemidir. Yəni atapleniya sistemidir. Və buradan daxil oluruq yataq otağına. Gördüyünüz belə bir yataq otağı var 1-ci mərtəbədə. Yəni bura 1-ci mərtəbədir. Və buradan digər 2-ci otağa daxil oluruq. Burada yataq otağıdır. Gördüyünüz kimi belə.
Bura birinci mərtəbədir. Buradan pilləkənlər ikinci mərtəbəyə qalxır və pilləkən altında belə boş bir otaq kimi sahə var. Bura qaranlıq olduğuna görə biraz qaranlıq düşdü ora. Gördüyünüz o baş tərəfdə də otaq kladovkadır. Ola bilsin. Yəni kladovka dediyim yer ora hamamdır. Yəni birinci mərtəbədə də hamam var, ikinci mərtəbədə hamam yeri var belə. Və bura birinci mərtəbədir. Birinci mərtəbədə 2 yataq otağı, bir belə enli gözəl dəhliz, zal kimi mətbəxdir və hamamdır. Və buradan qalxırıq ikinci mərtəbəyə. Və qalxdıq ikinci mərtəbəyə. Bu pilləkən qəfəsəsidir. Burada biz dayandığımız isə pilləkən qəfəsidir. Elə bil ki. Yəni burada geniş pilləkənlərdən qalxıb enli bir dəhlizlə evə daxil olmaq olur. Daxil oluruq evə. Girişdə belə zal otaq. Bura dəhliz kimi nəzərdə tutulubdur. Yəni eninə görə bir zal otaqdır bura. Burada da birinci mərtəbədə olduğu kimi divan, qabağında belə bir televizor. Yəni burada da oturub televizor seyr edə bilirsiniz. Və buradan daxil olur yataq otağına. Birinci mərtəbədə olduğu kimi belə bir yataq otağı, ikinci mərtəbədə də. Və digər tərəfdə də belə bir yenə yataq otağı, ikinci yataq otağı belə. Gördüyünüz belə bir yataq otağı. Və üçüncü belə bir o otaqlardan biraz bu otaq genişdir. Gördüyünüz belə divan, pəncərəsi, gözəl işıqlandırılması və burada kondisioner yerləşdirilib. Polları taxtadan, gözəl şam taxtasından vurulan pollardır. Tavan hissəsi betondur. Yəni mərtəbə arası da betondur. Tavan hissəsi də belə betondur. Gördüyünüz belə gözəl, möhkəm, yəni möhkəm materiallardan istifadə olunaraq beton tökülərək gözəl şəkildə belə möhkəm şəkildə tikilən bir yaşayış evidir. Buradan da pəncərədən birbaşa belə dağ mənzərəsi var, gözəl. Gördüyünüz kimi belə. Yəni əsl yaşayası bir yerdir. Yəni təbiəti gözəl, havası gözəl, yəni dağ mənzərəli. Yəni istirahət eləyib gözəl yaşayası bir yerdir. Dəyərli izləyicilər, ikinci mərtəbədə də olduğu kimi, birinci mərtəbədə olduğu kimi elə bil 3 yataq otağıdır burada. Birinci mərtəbədə elə bil ki, bir yataq otağı burada göstərilən yataq otağı əvəzinə orada mətbəxdir birinci mərtəbədə. Üstdə 3 yataq otağı, bir belə böyük zal. Birinci mərtəbədə də 2 yataq otağı, böyük zal. Və bu pilləkən qəfəsəsi dediyimiz burada da baş tərəfdə gördüyünüz o qapı. Orada bir zal otaqdır belə. Gördüyünüz belə bir otaqdır. Birinci mərtəbədə bunun altı açıq balkondur. Və bu otağın baş tərəfində hamam üçün nəzərdə tutulub otaq. Bura hamam üçün nəzərdə tutulub.
və hamam ayaq yolu üçün nəzərdə tutulan bir yerdir. Belə. Tam o sanitar qovşaq yerləşdirilməyib burada. Yəni hamam üçün nəzərdə tutulub və belə zal otaq. Dəyərli izləyicilər, ümumilikdə mən evin bütün daxili görünüşünü sizə təqdim etdim. Yəni belə bir 2 mərtəbəli yaşayış evi satışa çıxarılıb. Belə dəyərli izləyicilər, bu da evin kubcasıdır, gördüyünüz kimi. Kubcalı bir evdir, mülkdür. Dəyərli izləyicilər, sizə evin daxili görünüşünü, yəni çöldən fasadlı görünüşünü, həyətyanı torpaq sahəsini, hər bir şeyi təqdimatını etdim və belə bir gözəl evə sahib olmaq istəyən bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Hər tərəfi bağlı, qutu kimi bir yerdir. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.